Çıxışına hazırlaşana qədər mən çıxış haqqında başlığını ən azından deyim, yoxsa hazırdır artıq? Biznes model və onun dəyişdirilməsi. Başlayaq, Natiq bəy. Başlayaq. Salam, hər vaxtınız xeyir olsun. İlk öncə ST Qrupa minnətdarlığımı bildirmək istəyirəm. Dəvətinə görə birinci dəfədir mənim üçün, amma ümidvaram ki, bundan sonra davamlı olacaq və ən əsas mövzu siz üçün maraqlı olacaq. Deməli, mövzu biznes modellərdəndir və biznes modelin yəni nəzəriyyədən dolayısı həm də Danone Azərbaycan tərəfdən tətbiq olunmuş bir yeni biznes modeldən danışacağam və sonda ümidvaram ki, suallar da olacaq, siz tərəfdən də olacaq, ümumiyyətlə də olacaq. O yüzden gəlin başlayaq vaxt itirmədən. Deməli, biznes modeli deyəndə, biznes modeli ümumiyyətlə nədir? Biznes modeli müəyyən bir şirkətin, müəyyən bir biznesin mənfəət əldə etmək üçün planların və strategiyaların toplusudur. Yəni, bunu hamı bilir. Mən sadəcə daha mürəkkəb məsələlərə başlamaqdan əvvəl biraz istəyirəm eyni vəziyyət, eyni anlayışda olaq. Deməli, tarix onu göstərir, məncə bunda da hamı razılaşar ki, ən effektiv biznes modelləri məhz o modellərdir, hansılarda biznesin hər iştirakçısı maraqlı olur. İndi bizdə Danone'da məhsullar, qida məhsulları olduğu üçün bizim üçün daha nömrə bir vacib olan biznes iştirakçısı son istehlakçıdır, yəni alıcı. Təbii ki, o yüzden bizim biznes modelimiz ilk növbədə son alıcını düşünməlidir. Və əslində bu triple win deyilən, yəni hər üç tərəf, son alıcı, bizim partnyor və biz özümüz maraqlı olduğu halda bu modeller uğurlu olur və uzun illər stabil inkişaf gətirə bilir. Biznes modelin indi dəyişilməsindən danışaq da. Biznes modelin dəyişilməsi hansı hallarda düşünməlidir, nə vaxt olmalıdır? Bunu indi biz də haradasa bilməliyik ki, o zamana hazırlaşaq. Biznes normalda 4 mərhələdən ibarətdir, life cycle, yəni dövrü. İlk startupda bizneslər başlayır böyümək, aydan aya böyümə müşahidə olunur. Ondan sonra növbəti illərdə ildən ilə böyümə müşahidə olunur. Ondan sonra müəyyən bir yetkinlik dövrünə uğurlayır və bu yetkinlik dövründə sonra artıq yetkinlik dövründə müəyyən bir dayanma baş verir. Yəni biznes artıq daha böyümür, inkişaf etmir. Hansısa yeni modellərə, yeni tətbiqlərə ehtiyac duyulur. Və əgər bunu vaxtında tətbiq olunmursa, edilmirsə, növbəti mərhələlər artıq enişlə müşahidə olunur. Həm mənfəətlər düşür, həm dövriyyə düşür və əslində biznes artıq cəlb edici olmur. Burada sırf Danone'ya aid, Danone Azərbaycana aid daha doğrusu böyümə, düşmə illər üzrə müşahidə edə bilərsiniz. Deməli, 2021-ci ildə artıq böyümə dayanıb, Danone Azərbaycanı və -7 ilə, -4 ilə, -18 ilə növbəti illəri şirkət bağlayıb. Bunlar nədən irəli gəldi? Bunlar indi yəqin ki, məlumatınız var. Bir daha onu hatırladım ki, Danone Azərbaycanda deməli, əsasən ithalla və satışla məşğul olan bir şirkətdir. O yüzden malların demək olar ki, 100% portfolyo xaricdən gəlir. Və 2020-ci ildə bütün şirkətlər yaşadığı kimi bu şirkətdə qlobal pandemiyanın fəsadlarına məruz qalıb. Bunlar iqtisadi cəhətdən desək, tədarük zəncirində və xam malı qiymətlərində bahalaşma ilə müşahidə olunur. Və şirkət neynədir? Təbii ki, şirkət bu halda, yəni əgər o fazaya hazır deyilsə, təbii ki, çalışacaq ki, mənfəətini qorusun və o mənfəətini qorumaq üçün də son alıcıya yönəlib qiymətləri artırıb. Yəni bu qiymət artımı 21-ci, 23-cü və 22-ci illərdə Danone Azərbaycan hardasa 50%-a yaxın qiymət artımı eləyib ümumi portfolyoda. Bəzi kateqoriyalarda və hətta bəzi hallarda həssas kateqoriyalara 2 dəfə və 2 dəfədən çox qiymət artımı tətbiq olunmuşdur. Ondan sonra 2020-ci ildə Ukrayna-Rusiya mübahisəsi başlayıb indiyə kimi davam edən
və şirkət, qlobal şirkət olaraq qərar verdi ki, Rusiya bazarından çıxsın. Rusiya bazarından çıxsın nə deməkdir? Bu o deməkdir ki, biz artıq Azərbaycan olaraq Rusiyadan, ki bu günə qədər Rusiyadan alırdıq, Rusiyadan artıq bizim markaları, Activia, Actimel, Danon, bu markaları Danona qlobal olaraq məxsus olan markaları ala bilməyəcəyik. Ala bilməyəcək də nə deməkdir ki? Deməkdir ki, tədarük zənciri yenidən sıfırdan qurulmalıdır. Yəni bu tədarük zəncirdə ən yaxın olan, coğrafi baxımından ən yaxın olan zavoddan olmalıdır. Və regionumuzun zavodu olan, yəni Azərbaycan regional olaraq Qazaxıstan və Orta Asiya ölkələrinə bağlıdır. Almata şəhərindən, Qazaxıstanın Almata şəhərindən biz artıq başladıq tədarük zəncirimizi qurmağa. Yəni, dolayısıyla 22-ci, 23-cü və hətta 24-cü ildə çox ciddi portfolio dəyişiklikləri, qiymət dəyişiklikləri və tədarük zənciri dəyişiklikləri şirkətdə baş verdi. İndi bunun davamı necə eləyək, nə eləyək? Bizim fikirlərimiz o tərəfə yönəldi ki, biz axı portfolyonu tam qurandan sonra son alıcıya, istehlakçıya bazarda hansı qiymətləri təqdim edə bilərik ki, maraqlı olsun və biz inkişafımızı, belə deyək də, bərpa edək, böyüməmizi qaytaraq. Bu modelə tezidən baxıldı və artıq 24-cü ilin dekabrından etibarən biz yeni modeli tətbiq elədik Azərbaycanda. Nəticədə biz bu ildə, məsələn, 33% dövriyyə böyüməsi və 279%-a yaxın mənfəət böyüməsini gözləyirik. Yəni analoji dövrlə müqayisədə, əvvəlki dövrlə, burada bütün rəqəmlər əvvəlki dövrlə müqayisədədir. Deməli, biz nə etdik? Artıq növbəti slaydı da göstərim. Biz, deməli, yanvardan aprelə qədər artıq 11% dövriyyə böyütmüşük, 205%-da mənfəət. Bunun arxasında duranlar nədir? Deməli, təxminən 6 ay bizim hesablamamız sürdü. Yəni, keçən ilin fevralından düz noyabra qədər biz bu yeni modeli necə eləyək və ən vacib nə idi? Ən vacib oydu ki, biz yeni modeldə həqiqətən də qiymətlərimizi necə endirə bilərik? Müştəriyə, son alıcıya hansı məhsullar təqdim edə bilərik ki, bazarda mövqelərimizi qaytaraq, bazarda mövqelərimizi möhkəmləndirək və həqiqətən də keyfiyyətli məhsulları ucuz qiymətə təqdim edə bilək. Nisbətən ucuz, belə deyək, əlçatan qiymətə təqdim edə bilək. Biz qaymə məsrəfləri 6 dəfə endirməyə nail olduq. Bir tərəfdən, yəni bizim əsas məqsədimiz oydu ki, biz hal-hazırda olan xərclərimizi maksimal şəkildə azaldaq və mümkün olan, vacib olan bizim üçün işləri həvalə edək. Bir qismini partnyorlarımıza, bir qismini isə regiona. Nəticədə də həmin bu xidmətləri daha ucuz qiymətə əldə etməyə başlayaq və mümkün dərəcədə qiyməti endirək və inkişafa başlayaq. Nəticədə biz istehlakçı qiymətlərini dekabrdan etibarən ortalama hesabda 25%, amma bəzi kateqoriyalarda 40-50% civarında endirməyə nail olduq və istehlakçı üçün əsas, yəni vacib cərəyan segmentində elə bir məhsullar təqdim elədik ki, bu məhsulların ümidvarıq ki, potensialı böyükdür, amma bunu rəqəmlər də artıq göstərir və fikirləşirik ki, gələcəkdə bu model ən azından 2 il, 3 il uğurlu ola bilər. Mən tərəfdən məndən bu qədər bugünlük. Əvvəla çox sağ olun. Mən sadəcə nə demək istəyirəm ki, deməli, modeli dəyişmək vaxt aşırı, modelə baxılması vacibdir və gərəkdir. Yəni, doğru vaxtında alınmış qərarlar model barəsində gələcəkin sabit inkişafına təkan verir və imkan verir ki, tamamilə başqa cür məhsulları bazarda təqdim edə biləsiniz. O yüzden bu qərardan çəkilmək lazımdır. Sadəcə hər tərəfli ölçülüb bu qərar alınmalıdır. Burada İlk öncə təşəkkürümü bildirirəm. Çox sağ olun çıxışınız üçün, minnətdaram, gələn alqışlayaq. Önəmli tərəfi budur ki, biznes yıxılır, belə deyə bilərik və ondan sonra
baxılır. Bir biznesi, yəni müxtəlif səbəblər var burada. Təbii ki, qlobalda baş verən hadisələr, müharibə falan və yıxılan biznesi yenidən ayağa qaldırmaq bu ciddi bir işdir və siz dediniz ki, yanvardan fevrala qədər bunu müzakirəni aparmışsınız. Burada bilirsiniz, məni maraqlandıran nədir? Sizdə qlobal bir şirkətdir, Danon böyük bir şirkətdir və qərarları qəbul etməkdə yəqin ki, o təcrübələr var müxtəlif ölkələrdə, haradasa daxilisə onları paylaşırsınız. Burada olan sahibkarlar var, hansılar ki, yerli bazarda işləyirlər. Misal üçün, mənim kimi sahibkarlar. Çox daha kiçik şirkətlərdir və bizə gəlib bunu danışacaq qlobal, misal üçün, İngiltərə ofisində bir həmkarımız yoxdur. Biznes modeli dəyişikliyi edəndə sahibkar nəyə diqqət etsin? Sahibkar bir misal üçün deyirəm, hamıya aydın olsun. Deyək ki, mən bir otel işlədirəm və qərara gəlirəm ki, otelimin bir hissəsini çevirib restoran və şadlıq sarayı edəcəm. Bu bir dəyişimdir, çünki əməkdaşlarımı da dəyişməlidir. İçəridə format dəyişməliyəm, yatırım eləməliyəm və başlayıram o prosesə. Nəyə diqqət etməlidir, hansı problemlər üzləşə bilər? Siz necə bu hazırlığı görmüsünüz? Çox qısa bu barədə. Tamamdır. Birinci mən özümüz, yəni Danon necə bu hazırlıq başlayıb, necə eləyibsə onu başa salım. Ondan sonra keçim artıq nümunələrə. Yəni nümunə olaraq nə tər eləmək olar ki, bizdən fərqli vəziyyətdə olan şirkətlər bunu tətbiq eləyə bilsin. Deməli, Danon region olaraq biz hal-hazırda Qazaxıstan, Orta Asiya region və Qafqaz olaraq 9 ölkədə fəaliyyət göstərir. Bu ölkələrdə modellər fərqlidir. Qazaxıstanın özündə bir neçə dənə model var. Yəni birbaşa model də var, distributor üzərindən model var, bir neçə modellər var. Yəni Danon eyni şirkət bir neçə modellə Qazaxıstanda fəaliyyət göstərir. Bir neçə modellə, bəli. Uzaq nöqtələrdə sırf distributor modeldir, yaxın nöqtələrdə, yəni Almatanın ətrafında birbaşa modeldir, 2 akkauntlardan çalışma modeli. Digər ölkələrdə distributorlardır və sırf distributorlardır. Bizim indiki model, yəni biz təbii ki, bu təcrübədən faydalanaraq, biz Orta Asiyada seçilmiş, yəni illərlə işləyən bir model üzərindən Azərbaycanda da o modeli tətbiq etməyə çalışdıq. Bunun üstünlükləri həm də odur ki, artıq neçə ildir, uzun müddətdir ki, Qazaxıstan ofisi digər ölkələrlə bu modellə işləyir, artıq təcrübə var. O yüzden bizim üçün biraz asan oldu onu eləmək. Təbii ki, indi hesablamalar 6 ay sürdü. Yəni fevraldan başlayaraq noyabra qədər keçən ilin biz hesablamaları eləyirdik. Maliyyə direktorumuz qoşulmuşdu, mənim müdürüm qoşulmuşdu. Bizim satış komandası, yəni hər tərəfli ölç-biç eləyirdik ki, biz harda itirərik, harda qazana bilərik və bu modeli necə elə effektiv eləyək ki, əsas vacib olan bizim üçün nədir? Bizim üçün o idi ki, istehlakçıya yönəli bir addım eləyək, yəni qiymətləri daha əlverişli eləyək. O yüzden bizim bəli, Danon olaraq avantajımız vardı bu baxımdan. İndi əgər gəlsək biz sahibkarlardan danışsaq, mənim fikrimcə burada deməli 2 addım atıla bilər, 2 istiqamətdə. Yəni təbii ki, altyapısı böyükdür bunun. Yəni ilk öz belə deyək də işiniz nədən ibarətdir? Vacib departamentlər hansılardır? Yəni bunları outsource etmək olacaqmı, olmayacaqmı mümkün? Bunu dəyərləndirmək lazımdır. Yəni biznesi yaxşı bilməlisən. Öncəki paneldə spikerlər Rəşad müəllim demişdi, işinin hər detalını çox yaxşı bilməlisən. Mən də onu da qeyd edim, siz 2008-ci ildən Danondasınız. Yəqin ki, qərarın icrasında və o qərarın verilməsində bunun da var. Yəni bəzi xüsusiyyətlər var südçülüyün, onu südçülər bilir. Sözüm onda deyil, sözüm ondadır ki, düşünürəm ki, birinci biznesini bilməlisən, doğru. İkinci, dəyərləndirmək lazımdır ki, bu işləri hara, necə həvalə etmək olar və həvalə edərkən də qazanc nə olacaq da, yəni geri dönüş nə olacaq? Bəlkə daha əmələ gəldi o iş. Yəni onu ölçmək lazımdır. Ölçmək lazımdır. Ondan sonra yəni biz beynəlxalq şirkəti, aydın məsələ, bizim öz təcrübəmiz var digər ölkələrdə, amma hal-hazırda internet resurslar imkan verir ki, istənilən modeli, məsələn, hətta o süni intellekt desək, məsələn, ora bir model göndərib, oradan da bir statistik cavab almaq olar. Bir. İkincisi də ki, əgər böyük risk almaq istəmirsə sahibkar tam biznesi yox, məsələn, biznesin müəyyən hissəsini remodeling eləyib, yəni həmin modelə uyğunlaşdırıb, biznesin balaca bir hissəsində onu sınaya bilər, test eləyə bilər. Və ondan sonra görsə, əgər effektivdir,
daha böyük ekstrapolə eləyə bilər. Yəni qorxmayaq biz model dəyişməkdən. Məncə Sadəcə olaraq hazırlaşmaq məncə lazımdır. ölçülmüş risklər almaq, yəni bunu lazımdır, amma indi onun ölçüsü nə dərəcədə düzgün olub yox, onu artıq Ona baxmaq lazımdır. Okay. Çox sağ olun, minnətdaram sizə. Əlavə sual olsa, sual-cavab sessiyasını mütləq səsləndirək. Ondan başqa Natiq bəyə yaxınlaşa da bilərsiniz. Mövzu özü ağır mövzudur həqiqətən də. Bir çox sahibkar var, model dəyişmək istəyir. Mən özüm bunu etməyə çalışıram. Asan deyil. Ona görə utanmayaq. Paneldən sonra da coffee breaklərdə yaxınlaşıb suallarınızı verə bilərsiniz. Çox sağ olun Natiq bəy. Bir daha minnətdaram sizə. buyurun. Çox sağ olun.